Pasiyent qadın 66 yaşda. Göründüyü kimi biz osteoporoz əlamətləri görmürük. Densitometriyadan keçdik, bu yaşda osteopeniya ilə üzbəüz qaldıq. Amma böyük ölçüdə hemangiomanı görürük. Demək 25 mm ölçüdə hemangioma göz qabağındadır. Eyni zamanda bu yaşa görə 3 mm, 2 mm, 2 mm protruziyalar var. Fəqərə arası disklərin dönüdürlüyü azalıb, osteofitik çıxıntılar var və bu xəstəni biz müalicə edirik. Beyin əməliyyatlarından sonra hemiplegiyadan aşağı ətraflarını və qolunu normala gətirmək üçün çalışırıq. Nəticəmizi sizə təqdim edəcəyik. Qızım,